Bakıya niyə gəlmirəm? Çünki Vəfa Şərifovaya Rusiyada cinayət işi açdırmışam şikayətim əsasında. Onu yerinə yetirək dostlarım mənim. O işimiz hələ davam edir də. İndi 31-i düzdür. O gəlir Moskvadan Yekaterinburg. Bakı, Moskva, Moskva, Yekaterinburg. İndi dədəmin idarəsi deyil ki, mən onlara deyim, gəlir tez elə. Özləri işlərini gözəl bilir. Ola bilər bu dəfə, ola bilər gələn dəfə, haçansa gələndə o gəlməklərin birində o saxlanılacaq. Mənim şikayətim əsasında cinayət işimiz işə düşəcək və buradakı iş yekunlaşana qədər mən heç yerə gedə bilmərəm. Onu belə biləsiniz. Həm də toyum burada, toylarım burada, kərvən burada, ərim burada. Belə. Gözü çaş da canlıdadır. Olsun, olsun. Əşi kimdə onun canlısına baxam. Ham burada deyil. Bu da elə bir cümlə deyərəm ki, 1800 yox 18.000 olarsınız. Amma demirəm. Mən o şeyləri burada açıb deyəmərəm axı. Mən istintaq sirrini mən niyə burada açım deyim ki? İnsan iş görəndə özü bilmir, nə eləyib. Evimi özüm təmizləyirəm, bəli. Qəşəng presoslayıram. Pronto ilə silirəm parketləri. Həftədə bir dəfə pastelləri atıram maşına. Nə var ki? İndi arvad olmağa nə var ki? Çox rahatdır. Oğul ona deyirəm ki, 30-40 il bundan əvvəl Tostoranın hər evdə olmayan vaxtı, Paltaryanın hər evdə olmayan vaxtı arvad olardı. 5-10 dənə də uşaq doğub baxardı. Uşaqsız evdir. Bir Mametdir, bir mən. Mamet evdə çay da içmirsə, hər çıxır, axşam gəlir. Mən də heç evdə tapılmıram ki, toy sezonunda mən toylarda. Evə atel kimi biz, evdən atel kimi istifadə edirik də, yəni paltarları dəyişməyə gəlirik və salam. Salam. Siz də xoş gəlmisiniz canlıma. Nə yazıb? Mamedin arvadı mənəm, ay canım. Yox, Mamedin... Sizin ağlınız gedib o bir doğanlara. Mən evli kişi ilə münasibətə ər-arvadlıq demirəm. Mənim həyat yoldaşım mənə məxsus olmalı. Mən özümə hörmət qoyuram. Mən Rusiyadayam, Moskvadayam. Sizin pulla burada bax bu 2 otaqlı ev 300-350 min dollar arası. 400 min manat. Hələ 2 otaqlı ev. Çox 2 dəfə bahadır. Moskvada evlər Bakıdan kirayəsi də bahadır. Almağı da 2 dəfə bahadır. Yəni bu pula mən Bakının mərkəzindən 3 otaqlı normal ev alaram. 4 otaqlı da alaram. Evi kişi almalı deyil. Mən nə verim bə pulumu? Mənə ehtiyac da yoxdur. Mamedin evləri var. Sadəcə olaraq oxuyuram, pul qazanıram. Neyniyim bəs pulu? Bax, sizə sual verirəm. Pulu saxlamaq da çətindir. Neyniyim? Başqa əlimdən iş gəlmir ki, al-ver eləyim pulla. Ona mən evi pul saxlamaq üçün ev alıram. Başqa da belə bir fikrim yoxdur ki. Rus pulu göstərim. Məni spama salasan, TikTok uyarısı. Deyir ki, Rus pulu göstər. Hə, Fizi, o məni deyəsən spama salmaq istəyir, elə. Ağzərin adamdır, əyri qılçanın. Xeyriyyə məqsədi ilə bir-iki dəfə iş görmək istəmişəm. Məni ağ yuyub qara səriblər. Məsələn, Rayət İmaməliyev ağzına gələn deyib. Ona görə də eləmirəm. Biriniz də mənə tərəf durmamısınız orada. Demişsiniz ki, düz deyirsiniz Rayət bəy, düz deyirsiniz Rayət bəy. Mən də küsmüşəm. Eləmirəm. Oğluma niyə kömək eləməliyəm ki, işləyir. Hələ birinci evim alanda oğlum mənə kömək elədi. İşləyir, maaşı da özünə də yetir, arvadına da yetir. O Avropada yaşayır. Neft şirkətində də işləyir. Qəşəng də maaş alır, özünə qismət. Allah bütün balaları xeyirli övlad eləsin. Afət xanım. Yo, nə olar? İnsan kömək eləyər də. Amma ki, mən elə şey olanda dostlar küsürəm. Bax, o gün Rayət İmaməliyev mənim o cümləmi məsxəriyə qoyub gülür ki, Afət Şəbnəmə deyir ki, Zaura niyə iPhone alırsan? Onu qazinin oğluna ver. Qaziyə al. Nə bilim, qazi balasına al. Mən səhv deyirəm ki, mən obrazam deyirəm. Zaurun 5 dənə telefon var, 6-cını nə alırsan? Heç qaziyə yox, imkansız ailəyə birinə al ver. Bunu demişdim. Nə pis söz demişdim ki. Mən ağzına gələn dedi ki, sənin telefonuna mı qalıb qazi? Mən demirəm ki, qazi mənim telefonuma qalıb.
Qazi heç sənin danışığına da qalmayıb belə götürəndə. İndi burada yazırsınız, düz deyirsən də. Orada yazmaq lazım idi. Mən də həmin vaxt girdim, kommentləri də oxudum, gördüm. 90% ona yazmışsınız ki, düz. Mən də həmin gündən dedim ki, mən bir insana kömək eləsəm, burada çünki yazıbsınız da 2000 mesajın 1900 yazıblar ki, Rayət bəy düz deyirsiniz. Afət kimdir ki, kiməsə kömək eləyir. Ona görə də məndən kömək istəməyin. Düz deyirsiniz, mən kiməm kömək eləyirəm. Lazım deyil. Və Təranə Qumral 200 manat efirdə verməyəndə, kömək eləməyəndə niyə yıxıb sürürdünüz, niyə qınıyırdınız? Gövhər xanım, hansı Gövhər xanım? Bir Gövhər xanım tanıyıram. Bizim qarmon ustadımız odursa, onu buradan öpürəm, salamlayıram, bağrıma basıram. Bizim Gövhər xanımımız bir tanəmizdir. Dəyərli xanımdır özdəki. Aha, bu Füzi çıxarmadı Milli Şounu. Milli Şounu səssizdən çıxart da, ay Füzi. Eybi yoxdur, mən axşam canlı açacağım, çıxacaqsınız səssizdən. Füzi, Milli Şou, Füzi deyir ki, siz orada səssizin içində yoxsuz. Mən hardan girim tapım onu, səssizdəsizsə? Bax, buradan Nastroykaya girdim. Çox da başım çıxmır. Nastroykaya bir dənə də girim. Nastroyka komment. Aha. Burada mən mən onu necə tapım? Bax, burada var Nastroyka. Girdim. Оставить комментарий обо мне, компания, добавить память, контент. Aha. Mən burada bir dənə də Nastroykaya girdim. Послушайте свой голос, рейтинг, настройка, комментарий. Budur bax. Mən özüm tapacağım. Разрешить комментарий, секретный комментарий, фильтровать комментарий, блокировка комментарий, заманить, показывать сами длительность, правила заглушения. Aha, buradan tapanmadım. Yaxşı, moderator. Aha. Ay Füzi. Onu çıxart da bala. Настройка комментарий, рейтинг. Mən hardan tapım onu? Füzi, sən Allah onu tap. Mən bu xanıma deyim ki, mən canlıdayam. Hardadır bu qız? Mən bu qızı hardan tapım? Məni yığan qızı. Burada var idi axı, mən ona buradan yazmışdım. Mən ona buradan yazmışdım. Ay gözəl bacım, mən canlıdayam. TikTokdayam canlıda. Buradan çıxandan sonra sənə yazaram. Boş olsan danışarıq. Hə, Allah haqqı bütün qayma ritmi apardı hamısını bu yemək. Hansı müğənnidən qorxuram? Mən göydə Allahdan başqa heç kimdən qorxmuram. Heç kimdən, heç nədən. Mən niyə qorxum ki? O müğənninin boynuzuzadı var ki, insandır da.
Müsalə xanım, yerdə qar ərisin də, ondan sonra göstərək, ondan sonra sürək. İndi qardır, mən sürə bilmərəm, qorxuram mən. Düzdür, burada problem deyil, heç hadisə olmur da, çünki hamıda qış təkəridir. Mənim üçün canım mən Bakılı deyiləm ki, Bakı üçün darıxam. Mən Tovuzluyam. Tovuzdan da 20 ildir çıxmışam Bakıda. Bakıda yaşayanda Tovuz üçün darıxırdım mı? Yox, çünki Bakıda pul qazanırdım. Bura gəldim, Bakı üçün darıxıram mı? Yox. Niyə də darıxım? Ərim burada, pulum burada, işim burada. Mənə pul qazandırın, gedim Afrikada yaşayayım. Mənim üçün fərqi yoxdur. Ərsiz də qalaram, darıxmaram, amma pulsuz qala bilmərəm mən. Məni xoşbəxt eləyir pul. Puldan başqa məni birinci pul xoşbəxt eləyir, ikinci də ailə. Birinci pul. Pul olmasa ailədə də xoşbəxtçilik olmur, valla. Can deyirsən, çor başa düşülür. Səhv deyirəm. Yox, mənim işim buradadır da. Mənim Bakıda atam yox, anam yox, bacım yox, qardaşım yox. Kimdən ötürü darıxım? Səndən ötürü? Mənim üçün fərqi yoxdur da. Yəni bəlkə sənin orada əzizlərin var, ona görə sənə darıxarsan da. Adam Bakının divarı üçün niyə darıxım ki? Adam adamdan ötürü darıxır. Orada bax kimin var? Sən yaz, mən ondan ötürü darıxım. Övladım Bakıda yaşamır. Övladım Avropada yaşayır. Yox, darıxmıram heç övladım, çünki gündə biz görüntülü danışırıq. İndi də toylarım var. Toyu buraxım, nəyə gəlim ora? Sən mənə de, mən gəlim də. Toy ver, gəlim. Keçən də deyirəm 10.000, 2 gün vaxtım gedir. Verin, gəlim də. O oradan dedi verirəm, bu buradan dedi verirəm. Kartıma at, gəlim də. Gəlim, sən də vermə, sonra nə olsun? Burada behim alıb gedirəm. Hələ elə olmayıb ki, toy sahibi pulumu verməsin. Əksinə artıqlaması ilə veriblər. Kimsə də mənə əgər desə ki, pulumu vermirəm, onda Mamed buradadır. Mamed ondan 3 qat artıq alacaq, bəli. Amma mən gəlim ora, sən mənə yalan danış, mən pulumu necə alım? Keçəl suya getməz, pulumu ver. Yox, nəyə gəlirəm? Toydur, ad günüdür, fərqi yoxdur. 2 günümün pulumu ver, gəlim. Amma mənə lazım olanda, buradakı açdırdığım cinayət işimi qurtaraq, gəlim də. Aha. Gövhər xanım, öpürəm sizi. Mənim gözəl bacım, dəyərli sənətkar. Gövhər xanım, nə gözəlsiz. Necə olub belə qalıb? Mən elə neçə illərdir sizi belə gözəl görürəm. Bir dənə də plastik əməliyyat elətməmisiz. Elə çox gözəl görünürsünüz, çox gözəl. $10.000 niyə deyirəm dostlar? Mən burada 2-3 günümə o pulumu qazanıram. Bunu demək istəyirəm. Mənim də ora gəlib qayıtmağım ən azı 3 gün vaxtım gedir. Özünüz bilirsiniz də sərhəd keçmək. Ay kameraya bax, ay belə. Mən evimin içində o pulumu qazanıram. Mənə lazımdır mı? Gedim 2 dəfə o yana sərhəd keç, 2 dəfə bu yana sərhəd keç. Hələ əziyyət çəkə-çəkə bir 3 saat yarım da, indi də qış aydı, zülüm, nə bilim, gündə də 1000 dənə hadisə olur. Mənə lazımdır. O pulum burada. Lap belə onun yarısını qazanım, evimin içində qazanım. Sağ ol Fizi, var olasan ay Fizi, bir tanəsin. Bir də ki, Gövhər xanım təsdiqləyər. Qadının əri varsa, hə Gövhər xanım, qadının yeri haradır? Ərinin yanı. Mənə valla, mən Bakılı deyiləm. Bakıdan ötürü Gövhər xanım Bakılıdır. Gövhər xanım darıxsın Bakıdan ötürü. Mən Bakılı deyiləm ki, deyim mənim orada belə xatirələrim olub, Mən Bakıda xatirəm zadım olmayıb. Özdə Bakıya niyə gəlmişdik? O gözəllikdə ev eşiyimizi qoyub. 12 sotun içində atamın villasını qoyub. Bilirsiniz nəyə gəlmişdik? Qaz su olmadı o vaxt, qaz işıq su olmadı. Məcburiyyətdən köçdük biz Bakıya. Ki Bakıda iş tapaq. Odun peçi kənddə qaz zadı olmayanda odun yaranımız da olmadı. Atam rəhmətə getdi, qardaşım da Avropaya getdi. Odun yaran olmadı. Evimizə doğru girirdik. Məcbur biz Bakıya köçdük. Yəni kefimizdən yox. İndi elə bilir ki, bəzi adamlar Bakıya kefindən köçür. Biz kefimizdən köçmədik. Ondan sonra da başım qarışdı işə, gücə, pul qazanmaya. Şükür Allaha da indi ailə qurdum. Ailə qurduğum kişi də Rusiyada yaşayır. Onun yanına köçdüm.
İndi rayonlarda qaz var da, indi gözəlləşdi də rayonlar. Mən sizə danışıram 25 il əvvəldən, 30 il əvvəldən, o vaxtı təzə-təzə, yəni özünüz bilirsiniz də, yəni o vaxtı yox idi. Kəndlərdə qazı kəsmişdilər. 20 dənə otağı var kənddə atamın evinin, bir otağa yığışmışıq, odun da çatdıra bilmirik. Oduna pulumuz da yox idi ki, odun gətirdək. Yəni çox çətinliklər görmüşük biz kənddə. Ona görə biz Bakıya qaçdıq, gəldik. Qaçqınları başa düşdükdə torpağı gedib gəlibdi məcburiyyətdən. Bizim torpağımız, evimiz yerimizdə, amma bizdə şeydən odunumuz yox idi. Nə bilim, işıq keçirilirdi, işıq yox idi kənddə. O vaxtdan danışıram. İndi kəndlər yaxşılaşıb, günü-gündən də yaxşılaşır, abadlaşır. Mən də indən sonra kəndə gələrəm. Oxumayanda artıq bir 10-15 ildən sonra yaşa dolanda gələrəm atamın yurdunda, Bakıya yox. Gedərəm Tovuzda. Mənim bugün qeydiyyatım da orada Tovuzdadır. Mən ata yurduma bağlı insanam. Kəndimizə bağlı insanam. Sən təhsil haqqına kömək, sən mənim haqqımda Rayət İmaməliyev əleyhimə danışanda orada bircə dənə pulsuz da özlə komment yazmaq. Yazıb məni tərəfimi tutmusan, bir belə haqsızlıq olub üstümə gəliblər. Harda mənim tərəfimi tutub haqsızlığa bir, mən demirəm tərəfimi tut. Haqlının tərəfində olmusan, bu günlər mənə deyirsən ki, filan şey. Mən də mənim tərəfimi tutanlara kömək eləyirəm, ay canım. Haqqın tərəfini, mənim tərəfimi tutanı. Sən bəlkə də orada məni söyləyənlərdən biri olmusan. Ona görə də incimə məndən. Kömək də eləyəndə Rayət orada ağyur, qara sərir ki, sən kimsən kömək eləyirsən. Bilirsən, məndən danışanda reytingi çox gəlir. Girin, baxın səhifəsində 20-30 min baxış. Məndən danışanda 200 min, 300 min olur. İstəsən vurduraram bu dəqiqə onun səhifəsini. Vapşə qoy vurdurum onun səhifəsini. Bir dəqiqə. Vapşə beynim qızdı bir dəqiqə. Salam mənim əziz dostum. O Rayət İmaməlliyevin səhifəsində 2 videom var. Onu xahiş edirəm. Səhifəni vur. Çünki mənlə reyting yığır. Mənə də sağ ol demir. Mən sənə dedim, mən canlıdayım. Ay gözəl bacım, canlıdayam TikTokda. Hə, çıxıb yığacam səni. Aha, aha. Çıxanda axşam gecə rahat danışarıq. Dostlar, Arzu Mələkdir, gözəl müğənnimiz, sizə salam deyir. Canlımda 2000 adam var. Arzu xanım, siz mənim qoz alma salatımdan yemisiniz, selektora qoyuram. Qoz alma salatı. Mən sənin əl qabiliyyətinin nə qədər möhtəşəm olmağını gözlərimlə görmüşəm, həm də dadmışam. Sənin evində azmı qonaq gəlmişəm. Sən o kokteyl, gözəl kokteyl də... Ay, yadımda. Mənə bax, o kokteylə qədər sənin o əlindən çıxan o təamlardan mən dadmışam. Ya, doğğa da deyəsən bişirmişdim, yadına sal. Bəli, doğğa da bişirmişdin, super, qəşəng doğğaydı belə. Elə bir ki, qaymaqdır. İndi səndən bacın gör nə xahiş edir. Verilişdə Mətanət xanımın verilişindəsən də bugün. Hə, aha, oradayım, oradayım. Oradan çıxandan sonra güngül şeylərdir. Qoz, alma, sarımsaq, bir də yer kökü, bir də axşam yeməyini bunu. Bir də güngülvari smetan qata bilərsən ya da ki... Aha, diyetik. Diyetik, bəli, bəli. Düzdür, qozun dozasını çox eləmə, sonra başımıza on gələr də, yəni sonra... Hə, bunu hazırlayırsan bacı, axşam. Canlı açırsan izləyicilərə fikir, təəssüratın bölüşürsən. Amma sabahları, sabahları verilişə gedəcəksənsə sarımsaq. Bax, o mahnılar Arzu xanım mahnılardır. Axşam da qoz alma salatımdan yiyib. Kəmalə yanımdadır, o da məndən verilişə gedir. Deyir, ağlamaqdan qorxuram, deyirəm, yox, bilirəm ki... Yox, o biri mahnı, ağlamaqdan qorxuram da qəşəngdir, amma o birisi. Mən salam göndərir. Məndən də salam de Kamışa. Uğurlu olsun. O günləri mamaya deyirəm Kamış. Deyirəm ki, niyə Kamışla getmirsən verilişə? Deyir, Kəmalə biraz reklamdan qaçır. Mən dartıb aparıram verilişlərə. Elə Kamışa da yedir qoz alma salatından. Qoy formada qalsın. Yaxşı, öpürəm. Hələlik, sağ ol. Hə, bizim dəyərli müğənnimiz mənim 25 illik dostum Arzu Mələk. Bizim vaxtımızda dava da gözəl idi. Bax, dalaşmışıq da, barışmışıq da. Allah'ın olsun, ən qırğın dalaşdığım arzu olub ha. Allah haqqı. Yəni belə sözlə yox, belə əlbəyaxıya yaxın bir şey olub hətta. Amma bu günlər mənim bütün məclislərin başında Arzu Mələk olub.
Mən də həmçinin onun, biz elə gözəl dalaşıb barışmışıq ki, bizim qəlbimizdə kin olmayıb. Bu gün dalaşan kimi aparır məhkəməyə verir, aparır, xainlığın dozasına baxın. Məhkəməyə vermək bilirsiniz nədir? Məhkəmə nə ayıracaq ki bundan bağlı? Burada 148-dir, 147 bildir. Burada həbs yoxdur da. Ən bədəbəd özü də bilirsiniz də amnistiya çıxdı. Yəni bu hətta ən pis halda uduzaramsa da amnistiya düşür. Amma görün fırıldağa baxın dostlar. Qarşı tərəf nəyə əl atır? Bunu məhkəməyə verim ki, Moskva toylarında Afət kraliçadır, at oynadır. Məhkəmədən ötürü gəlsin, geri çıxa bilməsin, pulundan olsun. Zaten mən orada da pulumu qazanacağım. Buradakı qədər yox. Məqsəd budur. Yoxsa o da gözəl bilir ki, mən məhkəmədə hətta əgər birincisi udacam, haqq mənəm. İkincisi, əgər uduzaramsa, o da bilir ki, buna görə adam həbs olunmur. Getsin maddələr oxusun da. Ya da hüquqşünası ona 100% başa salmış olar. Yaxşı, lap tutaq ki, tutturmaq istəyirsən. Niyə? Orada da deməli məni qazançdan qoymaq istəyirsən. Amma niyyətin öz başını yiyəcək. Gəl hələ bir burada cavab ver qanuna. Özdə az qalıbdır, az qalıb. Hələ gəl 31-i, rahat gəl, qorxma. Bilirəm, ona buna zəng girirsən, yoxladırsan, şeyin varmı, nəyin var, axtarışdasan, axtarışda deyirsən, qorxma hələ. Hələ axtarışda deyilsən. Mən biləni, mən elə bilirəm. Çünki keçən dəfə konsertə də gəldin, getdin, amma Kazan biletin var idi sənin. Niyə Kazana getmədin, yarımçıq Bakıya qaçdın, onu bilmirəm. Amma bu səfər 31-i Çerez Moskva. İndi bilirəm, yenə yoxladacaqsan, yoxlat. Mən sənə buradan deyirəm, hələ ola bilər ki, axtarışın işə düşməyib. Amma çox yaxında. Özdə desən də geri götür da mənlik deyil. Çünki ox yaydan çıxıb da artıq. Çünki mən baş qoşmurdum, amma artıq baş qoşacağam. Mən həm Azərbaycan vətəndaşıyam, ay onu yazan, həm də Rus vətəndaşıyam. Fərqi də yoxdur bu məsələlərdə, hara vətəndaşı olursan ol. Mən indi açıb bu şeyləri danışa bilmərəm, istintaq sirridir. Zamanı çatanda öyrənəcəksiniz, afətlə üzünə verilişindən gedişatı biləcəksiniz. Mən 47 yaşında insanam, ağlı başında olan ali təhsilli insanam. Ağzımdan çıxan hər sözün də məsuliyyətini daşıyıram, bilirəm. Mən yanvarın 31-i 4000 kilometr aralıda toydayam. Qarşı tərəfə deyirəm, 31-i Yekaterinburqa gəlir. Deyirəm, bax görürsünüz, Bakıdan Moskvaya, Moskvadan Yekaterinburqa uçacaq. İkili vətəndaş qadağan deyil. Get qanunu oxu. Qanun icazə verir. Rusiyada yaşayan Azərbaycanlıların neçə faizi hamısının yəni həm Rus, həm Azərbaycan vətəndaşıdır. Sadəcə olaraq, əgər Azərbaycanda sənlə bağlı şikayət ediblərsə, sən oranın qanunu ilə yargılanırsan. Bunu demək istəyirəm ki, yəni əlbəttə mən Azərbaycanda, əgər Rusiyada da məhkəməyə verilərəmsə, Rusiya qanunları ilə, bunu bilin. Hələ Vəfa gəlsin burada, ay onu yazan, mənlə bir söhbətini eləsin, mən də ona cinayət şaşdırmışam. Özdə onunki, mənimki Vəfanın məni verdiyi məhkəmə böyük ictimai təhlükə törətmir. Yəni mənə həbssiz axtarış verə biliblər. Amma Vəfanınki böyük ictimai təhlükə törədən məsələlərdir, biləsiz. Söhbət budur. Mənim şikayət elədiyim, bunu demək istəyirəm. Sizin nəyinizə lazımdır, mən nə deyib şikayət eləmişəm? Anketiniz boş qalıb. Onun sizə aidiyyatı yoxdur. Özü gəlib tanış olacaq. Gəlib cavab verəcək. Onda onun ətrafı var, onu tırkalayanlar, az get qabağa arxanda durmuşam. Onda ona tırka verənlər gələrlər onu həmin o tırkasına görə müdafiə eləyərlər. Onu yazanlar ağızdan ağıza eşidən sözlərdir, onu yazırlar da. Yox, mən belə şeylərdən uzağam. Mən qanunları gözəl bilirəm. Niyə bilmirəm ki? Mən boş olan kimi mütaliə eləyirəm. Mən boş-boş onun bunun ərindən bir doğmaqla məşğul deyiləm ki, mən dostlar qanun öyrənmişəm ömür boyu. Mən bunu obrazam deyirəm, ha. Kimlər ki, kimin ərindən bir doğubsa, onlara üzümü tutub deyirəm. Konkret kimisə nəzərdə tutub demirəm. Nəyi düz danışmıram, yaz görüm. Qanunla bağlı. Mən belə bilirəm. Sən də nəyi bilirsənsə olsun. Əsas odur ki, yenə deyəsən bir dənə də qoz yiyəcəm. Çünki agresiya gəlmək istəyir. Əsəbləşmək istəyirəm də. Qamət bəy, mənim ərimin nəyi var? Praga Stelitamak Praga restoranı şəxsi özünün da Mamet bəyin arendaya zadı götürmür. Dalaşanda Mamedə Alfons demişəm, yaxşı eləmişəm. Mənim deyil, ağız mənim. Bu ağızla Alfons da deyərəm, balta da deyərəm, sevərəm də, öpərəm də. Hərdən bir Mamet deyir ki, bunu adam dalaşanda adama belə deyərmi? Deyirəm, ha kişi, sən kimə xoş gəlmək istəyirsən? Deyir sənə. Deyirəm, səni də mən sevirəm də, vəsiyo. Özün başqa kiməsə xoş gəldirmək istəyirsən? Deyir, yox.
Deyirəm sənə kim lazım deyirsən. Deyirəm bu ağzımla demişəm, bu ağzımla da gəl bir maç eləyim səni. Bir dənə öpürəm belə qəşəng, keçir gedir. Всё, qozalmanı yedim, düzəldim. Neçə uşağınız var? Bir yerdə 4 uşağınız var. Bir uşaq mənim, uşaq Mamedin. 2 oğul, 2 qız eləyib bir yerdə. Böyük qızımızın da toyuna hazırlaşırıq. İnşallah. Allah bütün balaları xoşbəxt eləsin. Göylə getmirəm, olanı deyirəm. Yaxşı, olanı yalan danışım. Praqa deyir məhləmizdədir. Yaşım çoxdur, azdır. Onun Mamedə dəxli var. Onun sənə nə dəxli var ay canım? Sənin mamanın yaşı çoxdur. Aparıb bazarda satarsan. Yox. Yaş çoxaldıqca daha da hörmət eləmək lazımdır. Mən bu cındırellanı nətər atım bloka? Ay Fizi bunu bloka bu deyə tapdım. Nə olacaq? Sən mənim 47 yaşım, sənin 17 yaşın. Təranə Qumral demiş, topuğumun gözəlliyi üzündə yoxdur sənin. Çünki niyə? Qozalma salatı. Məni bax belə gözəl saxlayır. Oğlumun toyunda Mamet niyə yox idi? Çünki küslüydüm. Amma küslüydüm ona görə. Amma mən onun yerinə olsaydım, küslü də olsam gələrdim. Düzdür, küslü olanda mənim orada həmin vaxtı məhkəməmiz var idi, böyük sənətkarla. Küsül də oldum, yenə sağ olsun. Məni heç bir məhkəməmdə tək qoymadı. Hamısında yanımda oldu. Amma toyda o yan deyir ki, dar gündə yanındayım, xoş gündə belə. Amma günah məndə oldu, mən gərək onu zorla da olsa. Amma gəlməzdi, yox, inanmıram. Niyə? O deyir, mənlə barış gəlim, barışmırsansa yox. Mən də o vaxtı barışmamışdım. Nəvəmin toyunda görəcəksiniz inşallah. Nəvəmin sünnətində. Bəli, bəli, ağa müəllimim. Mamet niyə görünmür? Qoy göstərim də, ha. O əyri qılçadır, yazır. Ay Allah, niyyətin öz başını yesin. Padruqam nəri deyil ki, qorxam. Ay git, səni kimi hinduşka kebabını yedirdib başını yozmamışam ki. Qoy bir dənə həyat yoldaşımı yığım. Elə onun acığına. Onsuz da şəklini hamı görüb, onsuz da hamı. Zaksda qədər göstərmişəm. Ay ağzı əyri göz çaş, ay 60 yaşındakı əyri qılça. Sən ölüb cəhənnəm olub getsən, bu show biznesin canı səndən dincələr. Sənin bir dənə yolun var, sən dincələndə ölsən. Ay götürsən. Ay kişi. Ağzı əyri göz çaşı yandıraq gəl. Davay götür. Ay bir dənə xət düşür. Kişi hardadır? Qoy bir başa yığım ha. Bu kişi hardadır? Dayan. Allah bilir, ağzı əyri göz çaşı yenə onu yığıb məndən döşüyür. Dayan, dayan, dayan. Vallahi. Разговаривает, падр. Sən kimdən danışırsan ay kişi? Canlıdasan, ağzı əyri göz çaş yazır ki, Mamet var ki, buradan ağzı əyri göz çaşa nə deyə bilərsiniz Mamet bəy? O düzələr mi səncə? Onun təranə əyib, o düzəlməz. Gözünü mən əymişəm. Super Clay ilə. Mamet müəllim, mənim izləyicilərim. Mənim izləyicilərimə bu məsələlərlə bağlı ümumiyyətlə nə deyə bilərsiniz? Ay, səsimi eşitirlər. Eşitirlər. Ay dostlar, səhifə adminlər, yaxşı Mamet müəllim. Gələndə çörək al özün üçün. Biraz gec gəl, 8-də gəl. Yaxşı, sağ ol, sağ ol. Maçildo. Dostlar, xahiş eləyirəm səhifə adminləri. Mamedlə mənim şəklimi vuranda, onu mən bir proqramla, biz Türkiyədə olanda ona belə 3 bucaq bığ qoymuşam proqramla. O şəklini qoymayın. Mənim direktimə yazın. Bizim qəşəng şəkillərimiz var.
Bax, sizə təzə bir şəkil verəcəm. Qoy göstərim. Görün, buradadır mı, o birisindədir. Hə, təzə şəklimiz var. Türkiyədən çəkdirmişik yayda. Yaxtada. Təzə ekskluziv o şəkili verim. Bu danışdığım telefondadır. O vaxtı Mamed, mən təzə tanıyanda Mamedi saqqalı az idi. Durdum, özümdən proqramla ona biraz saqqal artırdım. İndi onun dəli olduğu odur ki, əsəbləşdiyi odur ki, deyir, məni niyə bu günə qoymusan? Hə, yəni, indi o vəziyyətdədir. Amma bığı orada üçbucaqdır. 8-ə qədər sizlə burada canlı açacağım. Ona görə deyirəm, 8-ə qədər gəlmə. Cəmaət deyir, tezgə 8-ə qədər sizinlə canlıdayam. O gələn kimi mən canlını bağlayacağım. İndi onun bığı belədir də, elə bir ki, bax belə. Orada elə bir üçbucaqdır. İndi bığı belədir, qəşəngdir. Hə, ay sağ ol, Hitlerin bığı kimi düzəltmişəm. Allaha and olsun. Toçunu elə düz deyədi o izləyici, o yazıbdı orada. Bəli, bəli, bəli. Salih Həmzəyev, sağ ol. İçkili yo, içməmişəm. Nə deyim için? Mamed olsa yenə dərd idi. İçki cana ziyandır, təbliğ eləmirəm. Amma ərim icazə verir, kefim icazə verir. Səndən icazəm alacağım. Milli Show, salamlayıram sizi. Açdı da. Milli Show hələ də səssizdədir. Siz mənə yazın, görün. Mən sizi indi canlıdan çıxsam, təzdən canlıya girsəm, ay Milli Xəbər. Milli Show səssizdən çıxar. Ərim zaksı göstərim. Ərim də əlbət dörmün. Ay Fizi, mən çıxıb təzdən girəndə o səssizdən çıxır. Onda dostlar, Milli Show'nun xətrinə canlıdan çıxıram. Təzdən canlı açıram. Öz də təzə telefonla dayan görüm bir şeyi açım. İpeyin uşqanı açım. Qoy görüm hələ dayan. Görüm gəlirmi bu. Bu telefonumda gəlmirdi. Təzdən girirəm. Davay, getdik.